Salam əziz izləyicilər, Müəllimlər Birliyi Tədris Mərkəzinin informatika müəllimi Əliyeva Şəbnəm. Biz bugün sizinlə qraf informasiya modelindən belə bir maraqlı sualın izahına baxacağıq. Verilmiş qraf informasiya modelinə əsasən 1 təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getmək olar? Əziz izləyicilər, biz bilirik ki, bu dairələrdə qeyd olunmuş rəqəmlər qrafın təpələri adlanır. Və 1 təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getməni bugün araşdıracağıq. 1 təpəsinin çıxışlarına 3 çıxış olduğuna görə hər birinə 1 yazacağıq. 2 təpəsinin neçə girişi var? 1 girişi. Çıxışlarına 1 yazacağıq. 3 təpəsinə neçə giriş girir? 2. Girişləri toplayıb çıxışlara yazırıq. Hər girişdə 1 olduğuna görə cəmi 2 verəcək. 3-ün çıxışlarına 2 yazırıq. Və 4 təpəsinə 2 giriş girir. Birinin çəksi 2, digərinki isə 1-dir. Cəmli çıxışa 3 yazacağıq. 5 təpəsinə neçə giriş girir? 2 və cəmi bizə verəcək 3. Çıxışlarına 5-in 3 yazacağıq. 6 təpəsinə isə 3 giriş girir. 3, 2, 5, üstə 3, 8. Və 7 təpəsinin cəmi 2 girişi var. Birinin çəksi 3, digərinin çəksi isə 8-dir. Ümumi bizə verəcək 11. Deməli, 1 təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getmək olar? 11 D bəndi. Əziz izləyicilər, onlayn informatika dərslərimizə qoşulmaq üçün YouTube səhifəmizdə qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.